Əziz izləyicilər, əziz məntiq sevərlər, liseylərə hazırlaşan 7-ci sinif şagirdlər. Bugün mən sizlərlə 7-ci sinif lisey sınaq qrupundan atdığım sınağın bir hissəsinin izahını verəcəm. Deməli, 21-ci sualımızda deyir ki, 21-ci sualımızdan başlayır. 21-ci sualımızda deyir ki, cədvəldə mağazadakı kişi geyimlərinin endirim faizləri verilmişdir. Ucuzlaşmadan əvvəl köynəyin qiyməti 30 manat, qalstukun qiyməti 20 manat, pencəyin qiyməti 90 manat, sviterin qiyməti 40 manat idi. Endirimdən sonra bu geyimlərin hər birindən bir ədəd alan alıcı neçə manat pul ödəməlidir? İlk öncə, əziz izləyicilər, biz burada nəyə baxırıq? Deməli, köynəyin qiyməti 30 manatdırsa, 30 manatdır. Köynək neçə faiz endirmə düşüb? 20%. Deməli, ilk öncə biz 30-un 20% endirmə düşməsini, 30-un 20%-ni tapırıq. 30-un 20%-i 6 manat edir. Yəni, köynək 6 manat endirmə düşməklə 24 manat olacaq. Deməli, köynəyin qiyməti neçə manatdır? 24 manat. Bunu səbirlə, uşaqlar səbirlə işləməlidir. Qalstukumuz 20 manatdır. Düzdürmü? 20-nin neçə faiz endirmə düşüb? 15%. 20-nin 15%-ni tapıram. 20-nin 15%-i eləyəcək 3. Düzdürmü? Deməli, 20 manatdan 3 manat endirimlə 17 manata düşəcək. Qalstuka yazıram 17 manat. Pencəyin qiyməti 90 manatdır. Pencək neçə faiz endirmə düşüb? 10%. 90-ın %10%-ni tapıram, eləyəcək 9 manat. 90-dan da 9 çıxanda eləyəcək 81 manat. Deməli, pencək 81 manatdır. Sviterin qiyməti 40 manatdır. Sviter neçə faiz endirmə düşüb? 30%. 100-ün 30%-ni, 40-ın 30%-ni tapıram, eləyəcək 12. 40-dan da 12 çıxanda eləyəcək 28. Deməli, nədir bu? Sviter. Sviter 28 manatdır. Mənə deyir ki, hərəsindən bir ədəd alan alıcı neçə manat pul ödəməlidir? Nəyi toplayıram? 24 üstə gələk 17 üstə gələk 81 üstə gələk 25. Düzdür, 28. Düzdürmü? Tam var toplayaq. 24-ün son 17 gələndə 1, 3, 4, 41. 81 gələndə 2, 122. 28 gələndə 150. Deməli, hansı variantdır? C variantı. Bu misalımızın həll qaydası bu şəkildədir. 22-ci misalda. Deyir, tənliyi həll edin. Biz bu tənliyə bilirik ki, tənasübün kənar hədlərinin hasiliyi orta hədlərin hasilinə bərabərdir. Yəni, 1,6 vurulsun 0,4 dövrdə 6, sonra bunu açarıq, bərabərdir 0,4-də 7 x. İndi gəlin bu dövrləri açaq. Yəqin ki, dövrləri açmaq heç birinizə çətin deyil. 1,10 hər birini kəsr şəklində yazaq. 1,6-yı 10-da 16 formasına yazıram, vururam. Dövrdəki ədədin sayı qədər 9, qarşısındakı ədədin sayı qədər 0 olur və ümumi ədəddən dövrün qarşısındakı ədəd çıxıram. 46-dan 4 çıxanda qalacaq 42. Bərabərdir. Burada da 9-da 7 x-a. Düzdürmü? Gəlin, indi ilk öncə bunu ixtisar edək. 16 16-ya 1, 19 16-ya 90 16-ya mən necə düşür? Bölünmür. Mən 5-ə 16-ya bölünməsini nəzərdə tutmuşdum. Səksən bölünür. Deməli, 90-la 42-yi 96-ya bölünürmü? 6-ya bölək. 6-ya böləndə düşəcək 15, bu da düşəcək 7. Düzdürmü? Alınacaq burada nə? 150-də 16-yı 7-yə vuranda neçə edir? 42, 4 yadda 112. Düzdürmü? 112 bərabərdir 9-da 7 x. Burada indi belə yazılıb da x vuraq 9-da 7 bərabərdir 150-də 112. Buradan x-i tapmaq üçün 150-də 112-ni vurmalıyıq. Baxın, bölürük əslində 9-a 2-yə. Amma biz vuracaq 7-də 9-a. 112 7-yə bölünürmü? 1, bəli. 4, 42, 16 düşəcək. Burada 1, burada 16.
İndi biz bunu inirik. 150 3'ə 50, 3'ə 3. Düzdürmü? Eləyəcək 48, 50. 48'i də baxaq görək 50'yə bölünürmü? 48 50'yə, yoxsa nəyisə səhv mi yazmışıq? 48 bölək 50. Sıfırdan %96. Cavabımız budur. Baxın, həll yolu qaydası budur. İndi ola bilsin, hesablama sizə çox gələr. Birinci sadələşdiririk, dövrlərimizi açırıq və sonra tənasübün kənar hədlərinin hasili, orta hədlərin hasilinə bərabərdir ifadəsini əlimizdə əsas tutaraq yazırıq. Bunları silək, bizə mane olmasın. Ümid edirəm, hər biriniz aydın oldu, başa düşdünüz. 23-cü sual. 23-cü sualda nə deyir? Deyir, n a ilə b-nin kəsişməsi 3'dür. N a üstə gələk bərabər 2n1-dirsə, a ilə b-nin birləşməsi 18'dir. Bax, n a ilə b-nin birləşməsindən nəyi nəzərdə tutur? Yəni, n a üstə gələk n b bərabər də 18'dirsə, mən n a-nın yerinə 2n plus 2n b yazıram. Düzdürmü? Üstə gələk n-b bərabər 18'e. Üç n-b bərabər 18'e, n-b bərabər 6'ya. Düzdürmü? N-b 6'dırsa, elə məndən də n-b minus a-yı soruşur. N-b b ilə a-nın fərqi yadınızda saxlayın həmişə. N b-yə bərabərdir. Aydındır mı? N b-yə bərabərdir. Ona görə n b də neçədir? Burada 6'dır. Sonra 24-cü sualımız. Aha, 24-cü sualımızda deyir ki, aşağıdakı ABC düzbucaqlısında AB bərabərdir D-yə. AB bərabərdir D-yə. Yəni bu hissə bu hissəyə bərabərdir. Bərabər yanlı üçbucaqdır. Düzdürmü? Üçbucaq deyil əslində. Yəni bərabərdir bu tərəflər. Bizə deyir ki, ADF 130 dərəcədirsə, mən bilirəm bura 90 dərəcədir. Düzdürmü? Bax, bu hissə 90'dır. 130'dan 90 çıxanda qalacaqmı 40? Deməli, bu hissə 40 dərəcədir. Bu tərəflər bərabərdirsə, bu tərəflər bərabərdirsə 40 dərəcə D-Y tərəf bərabərdir. Bura 40 dərəcədirsə, gəlin baxaq görək nədir. Necə tapaq bunu? O birisi alfanı soruşur. 130'dursa, burada 40 yazsaq, yox. Bura 70 olacaq. Nəyə görə? Baxın. Fərqlidir bura. Aha. Bir hissəmiz 130 dərəcədir. Bura 40'dır. Belə yazaq da. Bunu biz ən rahat yolla tapmaq üçün 40. Bu bərabərliyi bizə boşuna verməz. Bizim bu tərəfimiz bərabərdirsə, bu hissəni də 40 yazsaq, 80, 80, 100. Baxın, belədir bu. Pozanımız hardadır? Deməli, başdan qaydalarımıza baxaq. Aşağıdakı ABC düzbucaqlısında AB, bu tərəf DY-yə bu tərəfə bərabərdir. Bu tərəfə bərabərdirsə, 130 bu 130 ilə bərabərdir. Düzdürmü? 180, 100, sonra 80 yox, elə olmur. Bu tərəf bu tərəfə bərabərdir.
Və deyir ki, ADF 130 dərəcədirsə, 130 dərəcədir. Burada cavabımız 110'dur. Bu sual qalsın. Digər vaxt baxaram. 25-ci suala baxaq. Sualımızda deyir ki, hesablayın. Yenə dövrümüz var, kəsirimiz var. Biraz vaxtımızı alacaq, amma hesablamamız o qədər də çətin deyil. Düzdürmü? Hesablayaq mı bunu? Deməli, birinci 9'da kəsirin. Həmişə burada bir qoyun. Yazılış ardıcılığını qruplarınıza atacağım. Birinci 8 8 dövrdə 3 çıxılsın. 0,4 dövrdə 6. Bunu tapaq. Eləyəcək 90'da 83'dən 8 çıxanı neçə qalır? 75. 90'da 75 çıxılsın. 90'da 42. Düzdürmü? Bunu tapsaq. Sürət bərabərdir. 90'da 72'dən 42 çıxanda 33. 90'da 33. İxtisar da eləsəm 3'ə 30'da 11. Sürətdə elədi 30'da 11. Məxrəcdə də bölək 6'da 6, 5, 11. Düzdürmü? Bunları ixtisar eləsəm 30'da 11 vuraq 11'də 6. 11'lər ixtisar gedir. Birinci kəsirimiz eləyəcək 5'də 1. Bax, bu kəsirimiz eləyəcək 5'də 1. Bu 27-ci sinif sınağın yaza bilməyib yox. Belə yazmayıb, sonraya saxladıqlarımızı qruplarımıza tək-tək video şəklində atacağım. Birinci kəsirimiz elədi 5'də 1. İkinci kəsirimizə baxaq. İlk öncə 1,25'in üzərinə 1,4'də 3'ü. 3'ü 4'ə bölək onluq kəsirə gətirək. 0, 7, 28, 0,75. 0,75 yox 1,75 eləyir. 5, 0, 9, bir də ya da 10, 2, 3. 3'dən 5 çıxılsın. Aha, dövrdür. Burada eləyəcək 900'də 416'dan 41 çıxaq. 5, 7, 375. 900'də 375. Görək bu ədədimiz hər hansı bir onluq kəsirə gətirmək olurmu? Bir dənə baxaq. Neçədir bu? 375. 375 bölünsün 900. Yox. 375'də 900. Mən burada yazıram. 3'dən 5 idisə 1000'də 3005 vuraq 900'də 375. 1000 ilə 375'i 25'ə ixtisar eləyə bilərəm. Gəlin görək 1075'ə bölünürmü? 75'in içində bir dəfə 75, 5, 250'nin içərisində bölünür. 25'ə bölək. 375 25'ə bölünürmü? 37'nin içində 25 bir dəfə, 25, 2, 1, 125'in içində 5 dəfə bölünür. Burada düşəcək 15. 25'ə böləndə burada düşəcək 40. Düzdürmü? 340 ilə 305'i ixtisar aparaq. Burada düşəcək 8. Burada düşəcək 5 aparsaq 601. 601. 601. Sonra 601'i mən nəyə bölürəm? Nəyə bölə bilərəm? Qalacaq məxrəcdə nə? Sürətdə nə? Hə, ikincinin sürətini tapıram. Qalacaq 900'də 900 vuraq 8. Burada da 601 vuraq 15. 900'dən də 15'i 5'ə ixtisar aparsaq 3. 5'ə ixtisar aparsaq 1, 8, 180. 60'ı 9'a ixtisar aparsaq, axırıncı 54.
61 olmuş. 8-ə ixtisar aparsaq 56, 41 olmuş. 180, vuraq 8, 601 vuraq 3. Deməli, bu eləyəcək 180-i 8-ə vuranda 0, 64, 6, 100, 1440 məxrəcdə. 1440 məxrəcdə. 601-i 3-ə vururam. 3, 0, 18, 1803 də sürətdə eləyəcək. Burada. 1440, 1803. Məxrəcdə də 159. Vuraq 59-da 100.